Pulos Həvarinin Filimona yazdığı məktub, müqəddəmə. Filimon varlı bir adam idi ki, Pulosun vasitəsilə Məsihə iman gətirdi və məşhur bir Məsihi oldu. Pulosu şəhərində olan kilisa onun evində yığılırdı. Filimonun Onsimos adlı bir qulu onun evindən qaçıb Roma getmişdi. Onsimos zindanda olarkən Pulosla tanış oldu və onun vasitəsilə İsa'ya iman gətirdi. İndi Pulos Onsimosu ağasının yanına geri göndərir və bu məktubda ondan istəyir ki, Onsimosu bağışlasın və onu qardaş kimi qəbul etsin. Məsih İsa'nın bir zindanisi Pulos və qardaş Timoteusdan sevgili və həmkarımız Filimona. Affiya bacıya və bizim kimi əskər olan Arxiposa və sənin evində olan kilisaya. Atamız Tarıdan və Rəbb İsa Məsihdən sizə feyz və barış olsun. Tarıma həmişə şükür edib dualarımda səni zikr edirəm. Çünki sənin Rəbb İsa'ya və bütün müqəddəslərə olan məhəbbət və imanını eşidirəm. Məsihin xatirinə səndə olan hər yaxşı şeyin mərifəti, imanının rəfaqətində səmərəli olsun. Çünki gəlmişəm ki, sənin məhəbbətində çox şadlıq və təsəlli alım. Ona görə ki, qardaş, sənin sayəndə bütün müqəddəslərin ürəyi təzələnib. Buna görə gərçi Məsihdə kifayətcə cəsarətin var ki, sənə səhih olanı etməyə əmr edim. Lakin bunu tərcih verirəm ki, məhəbbətin xatirinə mən Pulos kimi bir adam, yaşlı və indi də Məsih İsa'nın bir zindanisi səndən xahiş edim. Övladım Onsimos üçün səndən xahiş edirəm ki, ona zəncirimdə at oldu. O bir zaman sənə faydasız idi, amma indi həm sənə, həm də mənə faydalıdır. Mən onun özünü sənin yanına göndərmişəm ki, mənim ürəyimdədir. Onu yanımda saxlamağı istərdim ki, İncilə görə zəncirlərə düşdüyüm halda sənin əvəzinə o mənə xidmət etsin. Amma sənin razılığın olmadan İstəmədim heç bir iş görüm ki, sənin yaxşılığın məcburi yox, öz istəyindən olsun. Bəlkə də bir müddət səndən ayrılması bunun üçün oldu ki, onu həmişəlik geri alasan. Bir qul kimi yox, bir quldan daha da artıq, bir əziz qardaş kimi, xüsusən mənə, lakin nə qədər çox sənə, həm cismdə, həm də Rəbdə. İndi əgər məni özünə bir şərik sayırsan, onu mənim kimi qəbul et. Amma əgər sənə bir nəhvlə yamanlıq etmiş olsa, ya da sənə borclu olsa, onu mənim hesabıma qoy. Mən Pulos, öz əlimlə yazıram ki, bu borcu sənə verərəm. Bunu demək də istəmirəm ki, öz canını belə mənə borclusan. Bəl qardaş, qoy Rəbdə səndən bir fayda görüm. Ürəyimin Məsihdə təzələ. Sənin itaətindən yəqinim olan halda bunları sənə yazıram və bilirəm ki, hətta dediyimdən artığını da edəcəksən. Həmin zamanda mənim üçün də bir yer hazırla. Çünki ümid edirəm sizin dualarınız sayəsində sizin yanınıza gəlim. Mənimlə bərabər Məsih İsa'da zindan olan Epafras, həmkarlarım Mərqos, Aristarxos, Dimas və Luqa da sənə salam göndərirlər. Rəbb İsa Məsihin feyzi sizin ruhunuzla olsun.